Salam, hər vaxtınız xeyir dəyərli tələbələr. Bugün sizinlə birlikdə yenə bir maraqlı mövzu ilə qarşınızdayım. Bugünkü mövzumuz deməli keçən dərs aerohidrostatika və aerohidrodinamika mövzusunun ardı olan Arximed qanunundan bugün haqqında danışacağıq. İlk öncəliklə kiçik bir deməli nəzəriyyə olaraq Arximed qanunu haqqında danışarsaq, Arximed qanunu əsasən maye batan cisimlərdə, istər tam batar olsun, istər mayedə üzən olsun, maye səthində üzən olsun, təbii ki, o müxtəlif şərtlərdə biz birazdan baxacağıq. Maye batan cisimlərə hər hansısa bilirsiniz ki, o maye bir cisim batırsa, onu deməli üfüqü aşağı istiqamətdə çəkən, deməli bir mg ağırlıq qüvvəsi olur. Bir də ki, suyun bilirsiniz ki, və hər halda indiyə kimi görməmiş olmarsınız, suyun içərisinə hər hansı bir cisim atanda bir də suyun üzərinə çıxmaya çalışır. Və onu elə bir ki, suyun səthindən çıxarmaya çalışır, yəni yuxarı doğru, yəni mg-nin əksinə doğru hərəkət edənsə bir qüvvə daha var. Bu qüvvəyə, yəni həmin mayeyə batan cisimləri, deməli bu həmin o deməli yuxarı qaldırıcı qüvvəyə biz deyirik Arximed qanunu. Yəni daha doğrusu Arximed qüvvəsi. Məsəl üçün burada bizim deməli belə bir hovuzumuz var deyək ki. Deməli hovuzumuzun məsəl üçün bu hissəsi sudur. Hovuzda məsəl üçün deyək ki, bir dənə belə bir cisim var. Cismin deməli enine S deyək, hündürlüyünə H deyək. Deməli, məsəl üçün, bu hissə üçün hündürlük, bilirsiniz ki, keçən dərs xatırlayırsınızsa, hidrostatik təzyiq üçün bizə yazarsak, deməli, P bərabərdir rho J H-a və biz demişdik ki, xatırlayırsınızsa, buradakı H, deməli, maye sütunun hündürlüyündən hesablayır. Burada maye sütunun hündürlüyü hardandır? Deməli, maye sütunun hündürlüyü buradandır. Bura deyəcək bir H1. Bunu kiçildim, biraz böyükdür. Aha. Sonra ikinci bir, bu həmin bu deməli, cismin ən aşağı hissəsi, suya batan ən aşağı hissəsi, bir də ki, suyun üzündə, daha doğrusu suyun içində olan ən üst hissəsi. Deməli, bu hissəyə də, bu da ikinci bir hündürlükdür. Burada bir H2 yazacağıq. Və bu hissədən də görünür ki, H1 böyükdür H2-dən. Yəni, cismin maye deməli, batırılması zamanı cismin deməli, aşağı tərəfindəki təzyiq yuxarı tərəfindəki təzyiqdən daha böyük. Yəni, H1 hündürlüyündə olan fiqurun alt hissəsinin təzyiqi H2 hündürlüyündə olan fiqurun üst hissəsindən təzyiqi daha böyükdür. Və bu zaman deyirik ki, deməli, Arximed üçün burada nə deyə bilər ki, Arximed qüvvəsi deməli, burada yaranır və Arximed qüvvəsinin yaranmasına səbəb olaraq deyirik ki, su daxilində cismə təsir edən deməli, qüvvələrin fərqli olmasıdır. Yəni, deməli, bunları ümumiləşdirsək, mən yavaş-yavaş dedim ki, sizin ağlınızda bulunsun. Bunu deməli, tərif olaraq özünüzə də yaza bilərsiniz. Deməli, başdan deyirəm. Arximed qüvvəsi üçün biz burada deyirik ki, bu hissədə deyirik ki, Arximed qüvvəsi yaranmasında, burada Arximed qüvvəsi yaranır. Arximed qüvvəsinin burada yaranmasına əsas səbəb budur ki, su daxilində cismə təsir edən müxtəlif və ya fərqli qüvvələrin olmasıdır. Aha. İndi gəlin Arximed qüvvəsi üçün deməli, həmin bu H1, H2 hündürlüyündən istifadə edərək Arximed qüvvəsinin düsturunu isbatlayaq. Hər mövzuda bir isbatımız olur. Bu dəfə maraqlı isbatlarla deməli, isbata yəni belə deyim də, isbata bu mövzu yəni o qədər görəsiniz ki, isbat axırda yəni isbatdan yorulasınız yəni. Bu mövzu o isbata doyasınız, narahat olmayın. İndi Arximed qüvvəsi üçün yaza bilərik. F Arximed deməli bərabərdir. Buradan baxırıq. Deməli, buradan bizə təzyiq nəyə vermişdi? F böl S. Düzdürmü? F bərabərdir nəyə? P vursun S-ə.
Və o zaman bu hissədən yazarsaq, deməli, buradan bu P-ni də hidrostatik təzyiq kimi yazarsaq, rho, J, H, S kimi olur. Yəni, H-ı böyük olanın F-i daha böyük olur. O zaman biz burada deməli, böyük qüvvədən çıxacağıq, deməli, kiçik qüvvəni. Aha, bu ilk hissəmiz. İndi ikinci hissəmizə keçəndə az öncə burada yazdığım kimi, deməli, F bərabər PS. O zaman bunların hamısını cəmləşdirərsək, deməli, P1S, deməli, çıxılsın P2S. Çünki müxtəlif H hündürlüklərində, çünki burada görürsünüz ki, H1 və H2 hündürlüyündəki bu hissədəki cismə təsir edən təzyiqlə bu hissədəki cismə təsir edən təzyiq fərqlidir. Aşağı hissədə yuxarı hissədən daha çox təzyiq təsir edir cismə. O zaman buradan deməli ortaq məxrəc S-i çıxardaq. Deməli P1 minus P2 yazaq. Və deməli az öncə burada qeyd etdiyim kimi P-yi də rho, J, H kimi yazarsaq əgər, o zaman buradan belə bir nəticə alınır. Deməli rho, J, H deməli 1 minus rho, J, H 2 vurulsun S. O da bərabərdir. Deməli, burada ortaq olan nədir? Burada nə ortaq məxrəc çıxardı belə? Rho, J. O zaman rho, J-ni ortaq məxrəc çıxarsa, çünki burada həm də S də var. O zaman belə olacaq. Deməli, rho, J, H, S vurulsun H1 minus, üzr istəyirəm, H burada olmur. Rho, J, S, H1 minus H2-yə. Aha, indi bu hissədən biz kiçik bir nüansa gələcəyik. Baxın, H1 minus H2 yazılıb da. Baxın, H1 minus H2 nədir burada? H1-in uzunluğu bu qədərdir. H2-nin uzunluğu bu qədərdir. Buradakı məsafədən buradakı məsafəyə çıxanda nə alınır? H çıxır. O zaman gətirib burada H1 minus H2-nin yerinə mən bir H yazaram. O zaman burada düstur, deməli, rho, J, H düsturu, rho, J, H, S düsturu almış oluruq. Aha, bundan sonra rho, J, H düsturu aldıqdan sonra baxırıq. Baxın, eyni cisimdir. Cismin, deməli, uzunluğunu, hündürlüyünə vursaq nə alınır? Həcm alınır. Həcmində necə olunur? V bərabərdir S vursun H. O zaman S vursun H-ı biz əvəz etsək burada, deməli, bununla əvəz edək bir V yazsaq, o zaman nəticə olaraq alınan düsturumuz, deməli, rho, J, V düsturunu almış olacaq. Və nəticə etibarilə yazsaq, deməli, F ağırlıq bərabər, üzr istəyirəm, F arximet bərabərdir, rho, J, V batan. Bu V batan ismi cismin maye, deməli, batmış hissəsidir. Bir şey yadınızda saxlayın ki, əgər cisim, deməli, məsəl üçün bu suyun səthidir. Əgər cisim suyun səthində üzürsə, bu zaman V batan olur. Yəni, bu batmış hissə olduğu üçün, həm də suyun üzündə hissə olduğu üçün V batan olur. Yox, əgər ki, bu cisim suyun içində üzürsə, o zaman həcmimiz V cisim olur. Çünki zaten mayenin daxilindədir zaten bu cisim. Yəni, ona görə də V deməli, zaten bütün hissəsi cismin deməli, suyun içində olduğu üçün V batanı elə bir ki, məsəl üçün şey kimi yaza bilər. Məsəl üçün, müəyyən bir cisim var, cismin neçədə bir hissəsi suya batıb, o zaman V batan yazmaq daha əlverişlidir. Deməli, bunu yazdıqdan sonra burada uyğun olan bir qrafiki çəkək. Deməli, F Arximedin, deməli, rho-dan və həcmdən asılığı bir hamısından düz müntəsib asılıdır. İndi gəlin Arximed, deməli, qüvvəsini birazcıq nəzəriyyə olaraq anlatdıq. İndi gəlin nümunə üzərində anladıq. Aha. Məsəl üçün yazaq nümunə 1. Nümunə 1-də məsəl üçün bizdə deməli belə bir deməli əlimizdə cisim var, içinə maye qoymuşuq. Məsəl üçün bu hissəyə qədər mayenin həcmi olsun, deməli 200 ml. Sonra bu cismin içərisinə, deməli bir dənə məsəl üçün cisim atmışıq. Ya daşmı, ya bir şeymi, hər hansı bir şey atmışıq. Və ikinci haldakı olan cisim, deməli bunu belə yazım.
Deməli, ikinci halda cisim gəlir belə olur. Deməli, bu da su ilə dolur. Amma bu dəfəki həcmi olur 250 millilitr. Və bu daş da bu suyun içindədir. Və indi deməli, Arximed qüvvəsi və ya Arximed qanunu burada harda tətbiq olunur? Baxın, əgər ki bu daş suya maye daxil edilməzdən öncə mayenin həcmini 200 millidirsə və suya daxil olduqdan sonra həcmi nə qədər artıbdır? Həcm deməli 50 millilitr artıbdır, düz deyilmi? Yəni Arximed qüvvəsi ümumiləşdirərək deyə bilərik ki, deməli maye daxilindəki cisimlər həmin o suyun içərisində olan hissəsi həcmdə mayəni sıxışdırıb çıxarır. Yəni əgər bu cisim üzr istəyirəm bir saniyə. Deməli bu cisim maye daxil olduqdan sonra həcm 50 milli artıbsa, deməli bu cismin həcmi elə 50 milli qədər həcmdə yer tutur maye daxilində. Yəni Arximed qüvvəsi bu cismin deməli həcmi qədər maye daxilində maye sütunun hündürlüyünü və ya deməli həmin o hissədəki mayəni sıxışdırıb çıxarır. Yəni 200-dən 250-yə gəldisə, deməli 200-ü bunun sudur, 50-si isə bunun həmin bu içərisindəki cismin suyun içərisindəki olan deməli Arximed qüvvəsi nəticəsində cismin sondakı, yəni ikinci vəziyyətdəki artıq həcminə bərabər olacaq. Yəni buradakı 50 milli olan artım əslində deməli buradakı Arximed deməli qüvvəsinin sıxışdırıb çıxardığı deməli həcmdir. Aha, indi keçək cisimlərin mayedəki çəkisinə. Shift dəyişdirək. Deməli, cisimlərin mayedəki çəkisi. İstəyirəm cisimlərin mayedəki çəkisi. Aha. Deməli, cisimlərin mayedəki çəkisi deyəndə ilk öncəliklə burada bir nüansı qeyd edim ki, düzdür PM bərabərdir P0 minus deməli F Arximed. F Arximed deməli F bildirir ki, F Arximeddir. Yenə də yazaq. Deməli ilk öncə buradan başlayaq. PM deməli cismin mayedəki çəkisidir. Deməli P0 vakuumdakı çəkisidir. FA da bildirir ki, F Arximeddir. Aha. İndi bunu yazdıqdan sonra buna uyğun bir deməli qrafik çəkək. Deməli bu qrafik belə olacaq. Məsəl üçün cismin mayedəki çəkisinin F Arximeddə olan qrafik verilibdir. Deməli buradan belə bir qrafik çəkirik. İndi bu hissələrə, bu düyün nöqtələrinə fikir verək. Baxın, buradakı cismin mayedəki çəkisinin müəyyən bir qiymətində bu hissədə F Arximed nə qədərdir? F Arximed 0-dır. O zaman bura, deməli bu hissə F Arximed bərabərdir 0 yazanda və PM də ən böyük qiymətini alanda, o zaman F Arximed 0-dırsa, yəni F Arximed bu getdi 0-a, F Arximed 0-dırsa, o zaman bu buna bərabərdir. Yəni burada olacaq birinci halda PM bərabərdir P0-a. O zaman burada P0 alınır. Yaxşı, ikinci hala bax. İkinci halda deməli burada F Arximedin müəyyən qiymətində görürük ki, cismin mayedəki çəkisi 0-dır. Bu dəfə bu hissəyə 0 verir. Bu hissəyə 0 verirsə, olan qalan bu hissə qalır. F Arximed zaten qiyməti məlumdur. Bunu da bu tərəfə atanda F Arximed bərabərdir P0 olur və yenə bu hissə deməli P0 olur. Yəni həm cismin mayedəki çəkisində, həm də Arximed deməli qüvvəsinin təsiri nəticəsində cisim vakuumdakı çəkisinə
deməli bərabər olan qrafiki buradan görə bilərsiniz. İndi deməli keçək dərsin ən maraqlı hissələrindən biri olan şərtlərə. Aha. Deməli şərtlərə başlayaq. Şərtlər. Yəni üzmə şərtləri yazaq. Aha. Üzmə şərtləri ilk öncəliklə üzmə şərtləri deməyək ki, üzmə şərtləri çox uyğun gəlmir, şərtlər deyək. Tamam. Birinci, cisim səthdə üzür. Cisim səthində üzür. Yəni həmin olduğu mayenin səthində üzür. Nə demək istəyirəm? Deməli, markerimizin rəngini dəyişək. Məsəl üçün belə bir qab verib bizə. Deməli, belə bir mayemiz var və cisim buradadır. İndi bu cismə deməli aşağı doğru nə təsir edir? Aşağı doğru bir mg ağırlıq qüvvəsi təsir edir və bu cismi sudan sıxışdırıb çıxarmaya çalışan nə? F Arximet qüvvəsi təsir edir. O zaman biz burada deməli F Arximet bərabərdir mg yaza bilərik. F Arximet nəyə bərabərdir? Burada demişdik. Deməli rho maye V batan J. V batan niyə yazdım? Çünki deməli az öncə dediyimiz kimi cisim hələ suyun səthində üzür. Suyun səthində üzməsəydi o zaman istisna halı deməli qeyd edərdik. Deməli burada gətirib düstur yerinə qoysaq, o zaman deməli rho maye V batan J bərabərdir. Buradakı bu m-in yerinə, m təbii ki bu cismin m-idir. Deməli, m bərabərdir nəyə? Deməli, rho v-yə. M cisim olduğu üçün rho cisim v cisim olacaq. O zaman buradan yazırıq ki, deməli, buradan yazaq. M cisim bərabərdir rho cisim v cisim. O zaman rho cisim v cisim vurulsun j. Buradan j'lər ixtisar getdi. Deməli, İndi ilk öncəliklə burada çox kiçik bir nüans var, onu göstərmək lazımdır. Baxın, buradakı deməli rho maye ilə rho cisimlə hələ ki işimiz yoxdur. Buradakı bizə bir suyun içinə batmış hissənin həcmi var, bir də cismin özünün həcmi var. Sizcə hansı hissə böyük olar? Cismin öz həcmimi yoxsa suya batmış olan həcmimi? Təbii ki, cismin öz həcmi. Məsəl üçün cismin öz həcmi deyək ki, cisim ümumi həcmi nə qədərdir? V cisim deyək ki, 10 kubmetrdir. Amma məsəl üçün suya batmış hissəsi 3 kubmetrdir. Yəni, cismin öz həcmi təbii ki, özündən böyük olur. Bəzən uşaqlar fikirləşmədən cavab verirlər. Deyirlər ki, V batan hissəsi. Bu misal örnəyi verəndə ən yaxşısı elə özünüz görürsünüz. Yəni, ümumi cismin həcmi, bir də suya batan həcmi. Yəni, suya müəyyən bir hissəsi batıb. Ona görə də deməli ilk öncəliklə burada görünür ki, deməli cismin həcmi bundan böyükdür. Yəni V cisim böyükdür V deməli suya batmış hissəsindən. Deməli bu böyükdür. Və əgər ki V-lərdə bu böyük, bu kiçikdirsə, riyazi deməli tarazlığı saxlamaq üçün o zaman rho mayenin sıxlığı rho cismin sıxlığından daha böyük olmalı. O zaman deməli burada rho maye böyük olur rho cisim. Niyə? Çünki deməli tarazlığı saxlamaq üçün. Bu böyük olsa, bu da kiçik olur. Deməli riyazi tarazlıq oldu. Və riyazi tarazlıqdan çıxan şərtlər nədir? Bunu daha geniş yazarsaq, rho maye böyükdür rho cisimə və cisim böyükdür və suya batmış hissəsindən. İlk şərtimiz budur. Və bu cisim üzdüyünə görə deməli burada mayədəki olan cisim üzdüyünə görə bu hissə üçün deyirəm. Deməli bu hissə üçün deməli mayədəki çəkisi 0 olacaq. P-in bərabər 0 olacaq. Və düstur PM bərabərdir P0 minus F Arximet düsturundan bu hissə 0-a getdisə, o zaman P0 deməli bərabərdir F Arximet düsturunu almış olacaq. Bu da bizim ikinci bir əsas nüansımız. Bu ilk şərtimiz idi. İndi keçək ikinci şərtimizə. Deməli, ikinci şərtimiz nədir?
yaxınlaşdıraq bunu. Aha. Deməli, ikinci şərtimiz. İkinci şərtimiz deməli, su daxilində üzür. Yəni, daxilən üzür. Daxildə üzür nə deməkdir? Məsəl üçün, bizdə deməli, belə bir qab var. Bunun bu hissəsi sudur deyək ki, doludur. Deməli, bu hissə doludur və cismimiz buradadır. Yəni, nə suyun üzündədir, nə də ki, deməli, su tərəfindən, deməli, aşağı doğru cəzb edilir. Yəni, buradadır cisim. Aha, indi gəlin, buna təsir edən qüvvələr yazaq. Aşağıya doğru təsir edən bilir ki, mg'dir, yuxarıya doğru sudan çıxartmaya çalışan isə F Arximeddir. Yenə yazırıq, F Arximed bərabərdir mg'yə. Yenə F Arximedin düsturu rho maye və bu dəfə suyun içinə tam batdığı üçün və batan yazmayacaq. Buradakı istisnalda və cisim yazacaq. Çünki artıq mayenin %100 həcmi artıq suya batır. Yəni, məsəl üçün 10 kub metrli həcm var. Biri var, məsəl üçün ilk şərtdə burada, deməli, qeyd elədiyimiz kimi, məsəl üçün burada batıbdır, deyək ki, 3 kub metri. Amma burada ümumi bütün həcmi suya batdığı üçün, yəni suyun içərisində üzdüyü üçün artıq bu ümumi həcm olaraq və cisim həcmi olaraq gedəcək. Deməli, VJ bərabərdir. MJ-də deməli, az öncə açdıq. Deməli, rho cisim və cisim J. J'lər və cisimlər ixtisar getdi. Yəni, deməli, rho maye bərabərdir rho cismə. Bu da bizim ikinci, deməli, bərabərliyimiz. Aha, indi gəldik bunun, deməli, hansı mühitdə üzdüyünə. Yəni, baxaq. Deməli, az öncə yazdığımız kimi mayədəki çəki bərabərdir, vakuumdakı çəki çıxırsan F Arximed. Buradan suyun içərisində üzdüyünə görə və ya suyun içərisində üzür, suyun səthində üzür və s. və fərqi yoxdur. Suda əgər ki cisim üzürsə, onun çəkisi sıfırdır. Mayədəki çəki getdi sıfıra. O zaman vakuumdakı çəki bərabər olur F Arximed. Yəni, əgər ki, sual olsa ki, məsəl üçün, cisim deməli, üzür, istəyənlər harada üzürsə ölsün, üzür, o zaman bilin ki, çəki sıfırdır. Hansı çəki sıfırdır? Mühitdəki çəki sıfırdır. Mühitdəki çəki buradan hansı çəki var? Bir dənə burada mayədəki çəki var. Yəni, suyun içərisində vakuum şəraiti yoxdur, yəni. Bu qədər. Bu da ikinci başlıq. Keçək üçüncü üzmə şərtinə. Deməli, üçüncü olan suya tam batan. Bu halda da deməli yazaq. Məsəl üçün bizdə yenə deməli belə bir qab var. Deməli, suyun miqdarı bu qədər olsun. Və cisim həmin bu qabın deməli daxilinə oturubdur. İndi bu cismə təsir edən qüvvələri yazaq bir-bir. İlk qüvvəmiz nədir? Aşağı doğru bu cismi çəkən nədir? Ağırlıq qüvvəsi mg. Yuxarı doğru sudan çıxartmaya çalışan deməli F Arximed. Yaxşı, sadəcə bu iki deməli qüvvə mi təsir edir? Xeyr. Oturacağı oturduğu üçün bir də ki, həmin o maye içərisində, yəni içində maye saxladığı həmin o qab var ya, buradakı bu qab var ya, o qabın reaksiya qüvvəsi də nəzərə alınır. Və reaksiya qüvvəsi də həmçinin belə göstərim, N-dən, yəni F Arximed istiqamətində gedəcək. Yəni, o zaman bu istisnadan belə bir hal çıxır ki, deməli, cisim tamamilə suyun içinə batırsa, o zaman deməli mg bərabərdir, deməli F Arximed minus N. O zaman bu hissədə deməli necə yaza bilərik? Bu hissədən baxın, bu hissədən biz düstur ala bilmərik. Sadəcə bunu üz üstdən burada çıx deyil, üstə gəldi. Deməli, bu nəzəri hissəsini aldıq. Nəzəri hissəsində bunu aldıqdan sonra gəlin şərtə baxaq. Baxın,
Bu cisim, bu ikisi deməli, buna təsir edən hissə buradır. Bu cismi sudan yuxarı çıxartmaya çalışır. mg isə bu cismi suyun lap aşağısına salmaya çalışır. Yəni və bu hissədən də görürük ki, mg həm Arximedin, həm də reaksiyanın deməli cəminə bərabərdir. Demək ki, mg həm bundan böyükdür. O zaman şərt olaraq yaza bilərik ki, deməli F ağırlıq qüvvəsi böyükdür F Arximeddən. Aha, belə yaza bilərəmmi? Bəli. O zaman bu şərt daxilində yazarsak, deməli, ağırlıq üçün deməli, rho cisim V cisim J deməli böyükdür. Az öncə aldığımız deməli rho maye V cisim J suya tam batdığı üçün deməli V cisim olacaq. Deməli buradan V cisimlər, J'lər ixtisar getdi və alınır ki, rho cisim böyükdür rho mayədən. Bu da ki, bizim buradakı son üzmə şərtimiz olacaq. Bu qədər. Düzəldim. Bu rhodur. Aha, deməli 3 şərtə baxdıq. Bir, cisim deməli mayənin tam dibinə batarsa. İkincisi, onun daxilində, maye daxilində üzərsə, üçüncüsü isə deməli səthində üzərsə. 3 halda da deməli fərqli nəzəriyyələr ortaya çıxır. İndi gəlin bu üçüncü hala görə deməli çəki tarazlığını yazaq. İlk öncəliklə deməli bizim burada düsturumuz vardı, xatırlayırsınızsa. Düsturumuz nə idi? P maye bərabərdir P0 üzərinə gəlsin F Arximed. Aha. İndi burada biz nə görəcəyik? Deməli F Arximedə uyğun olaraq biz nə yaza bilərik? P0 bərabərdir mg yaza bilərəmmi? İndi bunu necə yazdığımı göstərəcəm. Deməli P0 bərabərdir mg yaza bilərəmmi? Bəli. O zaman mən bu üzmə, yəni bu cismin mayədəki deməli çəkisi nəzərə alınmadığında, o zaman P0 bərabərdir mg yaza bilərəm. P0 bərabərdir mg olduqdan sonra F Arximedi necə yaza bilərəm? F Arximed bərabərdir deməli rho maye V cisim J. Çünki maye tam batdığına görə. Bunu artıq neçənci dəfə deyirəm ki, ağlınızda qalsın. Və V cismin yerinə nə yaza bilərik burada? V cisim bərabərdir, bilir ki, M cisim bölünsün rho cisimdir. O zaman buradan deməli rho M deməli belə yazaq. Deməli rho M vurulsun M S bölünsün rho S vurulsun J. O da bərabərdir. Deməli hər birini bir tərəfə yığırsaq, o zaman rho M bölünsün rho S deməli vurulsun mg-yə. Bu ifadə nəyə bərabərdir? F Arximedə bərabərdir. Bu da sizin bir düsturunuz. Və ya biz buradakı deməli mg-yə bir P0 demədikmi? O zaman başqa bir halda yazaq. Deməli rho M bölünsün rho S vurulsun P0. Yenə də bu buna deməli bərabərdir. Bunu da unutmayın. Və buradan da bir nəticə alırıq ki, yəni deməli F Arximed bərabərdir rho maye böl rho cisim vurulsun deməli P0 ifadəsi üçün belə bir ifadə ala bilərik. Deməli o zaman F Arximed bölünsün deməli P0 bu getdi bu tərəfə, o zaman rho maye bölünsün rho cisim. Bu da bizim bir başqa nüansımız. Bu da ki belə. Aha, bunu yazdıqdan sonra indi buradan fərqli bir nəzəriyyə də ala bilərik. Necə bir nəzəriyyə ala bilərik? O zaman biz bu maye deməli mayenin tam səthində üzən hallardakı bilirik ki, deməli bu PM-i biz 0 götürürük, düzdürmü? Biz PM-i 0 götürməyimizin səbəbi bu hissəyə qədər bütün hər birini yazmaq idi.
Və o zaman biz bu P0 halını artıq deməli maye axı, maye dibində axı dədə axı. Buradan bu deməli həmin bu dayaqdan cismə təsir göstərən bir çəki var, mayenin çəkisi var. O zaman buradakı mayenin çəkisindən nəhayət ki söhbət edəcəyik. O zaman deməli buradakı çəki üçün tənliyi yazarsak PM bərabərdir P0 çıxılsın F Arximed. O zaman buradan da alırıq ki, deməli həmin bu P0-ın yerinə nə yazmışdıq? MC yazmışdıq. MC minus deməli buradan da F Arximedini aldıq. Rho maye böl rho cisim vurulsun MC. O da bərabərdir. Deməli MC-ni də orta məxrəc çıxardanda MC vurulsun 1 çıxılsın rho M bölünsün rho S-yə. Bu qədər. Bu da bizim bir başqa deməli düsturumuz. Bunu da yadınızdan çıxarmayın. Yadınızda saxlayın. Aha, bu hissəni də deməli bitirdik. Bu hissələri, bu şərtləri yazdıq. Deməli, başqa indi keçək digər hissəyə. Aha. İndi buradakı kiçik bir istisna hala nəzər yetirmək istəyirəm. Məsəl üçün, bura bir qeyd yazım. Qeyd. Məsəl üçün, əlimizdə deməli belə bir cisim var. Bu cisim deyək ki, mayenin səthində üzür. Aha, mayenin səthində üzür və bu cismə aşağı doğru bir MC, yuxarı doğru da bir F Arximed təsir edir. Bizə sual verə bilər ki, məsəl üçün, cismin neçədə bir hissəsi suda batar. Az öncəki nüans xatırlayırsınızsa, burada qeyd etmişdim. Yəni, cismin neçədə bir hissəsi suya batırsa hissəsində tapmaq üçünsə bu hissəni bərabərləşdiririk. Yəni, F Arximed tarazlıq şərtini yazsa, F Arximed bərabərdir MC-yə, F Arximedin yerinə rho M, deməli V batan şərtdə üzdüyü üçün J bərabərdir rho cisim V cisim J. J ilə ixtisar getdi, qaldı rho M V batan bərabərdir rho cisim V cisim. O zaman buradan da deməli rho maye bölünsün rho cisim bərabərdir V cisim bölünsün V deməli batan. Bunu ya da fərqli halda da yaza bilərik. Bunun ən düzgün halı zaten bu düzdür, amma sizi çaşdırmamaq üçün, çünki bəzi məsələlərdə fərqli verirlər. Alınan nəticə deməli rho cisim böl rho maye bərabərdir V batan bölünsün V cisim. Bu ifadə daha düzgün ifadədir ki, bir də çevirməklə uğraşmayın. Məsəl üçün, bu kiçik bir nəzəriyyə də deyim. Su yeganə maddədir ki, yer üzündə maye halı deməli bərk halının sıxlığından deməli daha böyükdür. Bilirik ki, deməli rho buzda, rho buz deməli neçədir? 900-dür. Rho suda isə 1000-dir. Məsəl üçün bizə sual versə ki, əgər ki, bu cismin neçədə bir hissəsi suya batıb, məsəl üçün buzdan keçərkən o zaman, deməli suya batmış hissəsi 900-dür, buradan da 1000-dir. 2 0 2 0 getdi, 9-da 10. Yəni neçə hissəsi sudadır? Suda olan hissəsi isə 1/10. Yəni 1/10 hissəsi sudadır, 9 hissəsi isə deməli suyun altındadır. Yəni bu deməli Antarktidadakı bu iceberg söhbətini ilə üst-üstə düşür. Yəni məsələn iceberglərdə görmürsünüz bəlkə dənizlərdə məsəl üçün deməli üzdə kiçik bir buz dağı olur. Buralar sudur məsəl üçün. Altda isə nəhəng bir kütlə olur. Yəni burada göstərir ki, icebergdə yəni sadəcə cismin 1/10 hissəsi, yəni həmin o buz dağının 1/10 hissəsi suyun üzündə görünür. 9 hissəsi isə suyun altındadır. Bu da suya olan deməli bir isbat. Həqiqətən də demək ki, deməli iceberglərin niyə bu qədər görünməz olduğunu burada bir sadə misalla isbatlamış olduq. Aha. İndi keçək xüsusi hallara. Xüsusi hallar hansı xüsusi hallarımız var? Deməli başlayaq. Xüsusi hallar. Deməli ilk xüsusi halımız budur. Baxın məsəl üçün.
bizə belə bir deməli tarazlıq verilibdir. Buradan gərilmə ilə deyək ki, hovuza, bu hovuz olsun. Deməli, hovuza bir cisim salıblar. Cisim deməli burada hovuzda üzür. İndi bizə necə bir şey verə bilər? İndi gəlin bunun üzərində birazcık oynayaq. Bir saniye. Maraqlı rəng axtarıram. Yoxdur, neyse. Başım bırakın. Deməli, bu hissəni fikir versəniz, bu cismi fikir versəniz, bu cisimdə nə olacaq? Deməli, ilk öncələ bilin ki, gərilmə həmişə bağlandığı istiqamətə gedir. Bu cismi aşağı doğru çəkən nə var? Bu cismi aşağı doğru çəkən bir MC var. Yuxarı doğru suya çıxartmaya çalışan nə var? F arximet var. Biraz pis çəkdim, amma bu mərkəzdəndir, bunu bilin. Kütləsi də deməli M-dir. Deməli, o zaman eyni istiqamətdə olan qüvvələrin cəmi bərabərdir əks istiqamətdə olan qüvvələrin cəminə. T plus F arximet bərabərdir MJ-yə. Buradan da deməli, əgər gərilməni istəyirsə bizdən, gərilmə bərabərdir MJ minus F arximet düsturu olacaq. Bu birinci düsturumuz. Buna məsəl üçün bir nümunə yazaq. Nümunəmiz necə ola bilər? Məsəl üçün nümunə 1. Deməli, nümunə 1. Nümunə 1 məsəl üçün bizə belə bir hovuz veribdir. Deyək ki, hovuzda məsəl üçün bu bir cismimiz olsun. Bu iki cismimiz olsun. Buradakı üçüncü cismimiz olsun. Məsəl üçün bu deməli hovuzda bu üçünü də üzdürürlər. Deməli hamısı maye tam batıb. Aha. İndi bunun həcmi deyək ki V-dir. Bunun həcmi deyək ki 3V-dir. Bunun həcmi deyək ki 6V-dir. Və deməli gərilmələr də bildir ki, avtomatik yuxarı olur. Çünki yuxarı bağlanıbdır. T2 və T3. Bizə sual verə bilər ki, deməli M1 bərabərdir M2-yə, o da bərabərdir M3-ə olarsa, o zaman deməli həcmlər arasındakı nəzəriyyəni işlədərək gərilmələri tapın. O zaman burada necə bir şey eləyə bilərik? İlk öncə deməli bu cisimlər üzərində necə eləyəcəyik? Deməli fikir verirsinizsə, aşağı doğru bir MC var, yuxarı doğru bir F arximet var. Yəni T plus F arximet bərabərdir MC olacaq hər biri üçün. O sadəcə bir dənəsini həll eləməklə bunu həll olaraq göstərəcəyik. Yəni F arximet üzərinə gəlsin T bərabərdir MC-yə. Biz nə yazıq buradan? T bərabərdir deməli MC minus F arximet. F arximet nəyə bərabərdir? F arximet bərabərdir rho maye. Suya tam batdığı üçün V cisim yazacağım. Bizə J. J sabitdir. J getdi. Rho maye. Maye zaten tam batıbdır. Rho mayədən söz getmir. Bir dənə qalıb həcmlər. Cisimlərin öz həcmləri nə qədərdir? 6V, 3V, V. Yəni həcm artır. Getdikcə artır. Həcm artır. Həcm artırsa, deməli F arximet də artır. F arximet artırsa, gərilmə azalır. Yəni gərilməsi arximedi böyük olanın, yəni həcmi böyük olanın gərilməsi kiçik olacaq. O zaman deməli yazırıq ki, T1 böyükdür T2-dən, o da böyükdür T3-dən. Bu qədər. Çünki mənfidir burada, əks işarəlidir. Aha, bu hissəni də deməli qeyd elədik. İndi keçək, deməli, bu A variantı idi. İndi keçək, deməli, B variantına. Deməli, B variantında məsəl üçün necə bir şey çəkilə bilər? Deməli, ortadan belə çəkək, məsəl üçün. Bu dəfə iplə buradan sallatmışıq cismi və maye daxilindədir. İplə bağlanıb bura və maye daxilindədir. Aha. İndi biz dedik gərilmə necə olacaq? Gərilmə deməli bağlandığı nöqtəyə doğru gedəcək. Yəni gərilmə burada aşağı doğru olacaq. Bunun gərilməsi aşağıdır. Aşağı doğru başqa nə var? MC var. Yuxarı doğru nə var? F arximet var. O zaman F arximet bərabərdir T plus MC.
Buradan T'ni tapanda F Arximed minus mc. Yəni birinci halda ikinci arasında fərq budur. İç cəhdimizlə indi iç cəhdimiz arasındakı fərq budur. Suyo, yəni burada da isə burada necə bir nəzəriyyə ola bilər? Burada həcmi böyük olan Arximed böyük olur. Arximed böyük olduğundan o zaman gəlməsi də böyük olacaq. Burada bu istisnalı da unutmayın. Aha, indi deməli keçək C-yə. Yəni üçüncüyə. Bura yerləşməyəcək böyük ehtimal. Keçək buradan yazaq C-yə. C halı üçün, məsəl üçün bu dəfə mən birazcıq sürət vektorunu mən əlavə etmək istəyirəm. Birazcıq maraqlaşdırıram. Deməli, məsələmizi maraqlanlaşdıraq. Deməli, mc yuxarı doğru f ağır, üzr istəyirəm, f Arximed və deyək ki, bizə deyilir ki, bu cisim deməli v sürəti ilə aşağı doğru istiqamətləndirilib. O zaman v sürəti ilə madəm ki belə verilibsə, o zaman bütün bu qüvvələrin əvəzləyicisi, yəni qüvvələr f Arximedlə mc, f ağırlıqla f Arximedin əvəzləyicisi bərabərdir Newton ikinci qanununa özəl MA-yə. O zaman əvəzləyici qüvvələr nəyə bərabərdir? Demək, F Arximed var, MC var. İndi hansından hansı çıxaq? F Arximeddən MC-ni çıxaq, MC-dənmi F Arximedi çıxaq? Sürət istiqamətinə baxacaq. Sürət istiqaməti hansı istiqamətdədir? MC istiqamətində. O zaman MC daha böyük olacaq. O zaman yazacağıq ki, deməli, MC minus deməli F Arximed bərabərdir MA-ya. Buradan da deməli mc minus F Arximedin yanına nə yaza bilərik? Yerinə daha doğrusu rho ma'ya bölünsün rho cisim vurulsun mc bərabərdir MA-ya. Burada ortaq nədir? Ortaqlar metrlər, m'lər daha doğrusu m'lər getdi. Buradan da A bərabərdir. Deməli J vurulsun 1 minus rho ma'ya bölünsün rho cisim. Bu qədər. Bu da bizim başqa bir düsturumuz. Bir də var. Bu hərəkətin tərsi, yəni V sürəti ilə yuxarı doğru. Yəni məsəl üçün əlimizdə bir cisim var, onu maye salmışıq. Maye məsəl üçün sıxmışıq öz əlimizə. Maye sıxmışıq. Əlimizi çəkdiyinizdə fikir verirsinizsə suyun üzərinə çıxır. Yəni V sürəti ilə əgər ki bu cisim yuxarı qalxarsa o zaman deməli D variantı üçün yazarcaq olarsaq deməli burada deyək ki, sudur yenə mayedir. Cisim yenə buradadır. Və V sürəti ilə bu dəfə yuxarı gedir. V sürəti ilə bu dəfə yuxarı gedirsə, o zaman biz burada bu nüansı yazacağıq. Deməli, yenə bütün bu cismə təsir edən əvəzləyici qüvvələrin cəmi bərabərdir MA-ya. Bu cismə aşağı doğru nə təsir edir? MC. Yuxarı doğru nə təsir edir? Deməli, F Arximed. O zaman deməli belə yazdım daha düzgün olsun. Aha. Buna nə təsiri? F Arximed. O zaman burada görürük ki F Arximed sürət istiqamətindədir. O zaman F Arximeddən çıxacaq MC-ni. F Arximed çıxılsın MC bərabərdir MA-ya. F Arximedin yerinə deməli rho maye böl rho cisim vurulsun MC çıxılsın MC bərabərdir MA-ya. Burada yenə m'lər ixtisar getdi və buradan da alırıq ki, deməli A bərabərdir. Deməli rho mayeni bu tərəfə atsaq, orta məxrəc çıxarsaq, deməli rho maye böl rho cisim çıxılsın 1. Bir də vurulsun J. Bu qədər. Bu da bir başqa düsturumuz. Aha. Bu da dördüncü halımız. İndi keçək həm tərpənən blokda, həm də deməli tərpənməz deməli bloklardakı hala. Y halı deməli olsun tərpənməz. Birinci bundan başlayaq. Tərpənməz blok. Deməli bu halda necə olacaq? Məsəl üçün deməli
Belə bir cismimiz var. Deyək ki, buradan açmışıq buradan. Deməli, bilirsiniz ki, tərpənməz blokda cismin deməli gərilmə ipi ortasına birləşir. Bu hissəyə deməli bir M, deməli bu hissəyə bir M2 yazaq. Daha doğrusu düzgün yazaq, səliqəli yazaq. Deməli, bu hissəyə bir M2, M1'i də bu tərəfdən yazaq. Burada hovuz olsun. Hovuz. Deməli, hovuzun içərisinə M1'i salaq. M1. Bu da hovuzun içərisinə deyəlim ki. Aha. İndi bu hissə üçün biz əgər deməli həmin bu tarazlıq şərtini yazarsaq, bu M1 kütləli cismə hansı qüvvələr təsir edir? M1 kütləli cismə baxırıq. Aşağıya doğru mg, düzdürmü? Yuxarıya doğru F Arximet, düzdürmü? Aha. Bəs bu M2 cisminə hansı qüvvə təsir edir? Ancaq aşağı mg. O zaman yenə deməli eyniləşdirərsək, deməli ikisi aşağı, ikisi yuxarı. O zaman bura M1 cismi üçün M1J yazaq. İkinci cisim üçün isə M2J yazaq. O zaman M1J çıxılsın F Arximet bərabərdir M2J-yə. Deməli, M1J çıxılsın F Arximetin yerinə rho mayə böl rho cisim mg bərabərdir M2J-yə. Buradan J'ləri biz ixtisara aparsaq, o zaman deməli M2 bərabərdir. M1'i bu tərəfə atsaq, M1 vurulsun. Deməli, rho mayədən də 1. Deməli, o tərəfə də atsaq, 1 çıxılsın rho mayə bölünsün rho cisim. Bu qədər. Bu da bizim tərpənməz blokdakı istisna halımız. Yəni, kütlə anlayışı daha doğrusu. Aha. İndi keçək son halımıza. Yəni, tərpənən blokdakı halımıza. Deməli, F deməli, tərpənən blok. Bunun şəkli biraz böyük olacaq, o zaman belə çəkim. Aha. İndi buradan bir cisim astıq. Buradan bir iplə digər bitinə bağlandıq. Burada tərpənməz blok çəkək. Bu hissəyə bir M2 deyək yenə. Deməli, bu hissəyə yenə bir aşağıya deməli düşsün, bura gəlsin. Burada bir M1 deyək. Bu yenə suyun daxilindədir. Aha. Deməli, bu cisim yenə suyun daxilindədir. İndi gəlin tərpənməz blokdakı halımıza baxaq. Deməli, M2 təsir edən deməli hansı qüvvə var? Sadəcə ağırlıq qüvvəsi aşağıya doğru mg. Yaxşı, bəs M1-ə aşağıya doğru mg, yuxarıya doğru F Arximet. O zaman tarazlıq şərtini yazarsaq və bir şey də unutmayın ki, bu hissə tərpənəndə bu hissə tərpənməzdir. Bu hissənin şərtini deməli, bu hissənin şərtini tərpənən bloka görə yazacağıq. Bu hissənin şərtini isə tərpənməz bloka görə yazacağıq. Birinci hissənin şərtini deməli tərpənən bloka görə yazarsaq o zaman burada yer varmı? Yer olur ümid edirəm. Deməli M1J minus F Arximet M1J'dir bu arada bu. Burada deməli M2J, deməli burada çəkim M1J. Bu da sudur. Aha. M bölünsün deməli 2-yə. Çünki bu hissəni biz tərpənən bloku istisnadan yazırıq. İndi bu hissəni deməli tərpənməz bloka görə yazacağıq. O da bərabərdir M2J-yə. O zaman deməli bu hissədən deməli bu hissəyə keçid yazaq. M1 deməli J minus F Arximet, orada yer olmalı təsvir olsun, bərabərdir M2J-yə. O zaman burada indi bu hissəni açaq. Deməli M1J olduğu kimi qalsın. F Arximedini açaq. Rho mayə bölünsün, rho cisim vurulsun mg. Bu hissəni bağladıq, mörtəzəyə aldıq. Böldük 2-yə bərabərdir
M2J-yə. O zaman buradan J-ləri biz ixtisar apararsaq, J-lər ixtisara getsə, buradan alınan nəticə nədir? Deməli, M2 deməli bərabərdir M1 böl 2. Buradan deməli 1-i atacaq o tərəfə, 1 çıxılsın, rho mayə böl rho disim. Baxaq, düzmü yazdıq? M2 bərabərdir M1 rho. Hə, bu qədər. Bu da bizim son istisna halımız. Aha, uşaqlar, bu qədər. Mövzu izahından deməli hər bir şeyi izah elədik. Bütün əsas hissələri izah elədik. Xüsusi halların hər birinə bir-bir toxunduq. Videoda birazcık sürətli gedə bilərəm. Siz videonu saxlayaraq özünüzə mütləq deməli dərs izahındakı qeydləri götürün. Mütləq və mütləq. Deməli, mövzu izahımızdan hər bir şeyi izah elədik. Yəni, burada ən kiçik bir nüansı belə deməli qeyd elədik. Ümid edirəm hər biriniz deməli bu mövzunu anlamış olarsınız. İmtahan az qalıb, özünüzü sıxın, az qalıb. Son günlərdə artıq özünüzü sıxın ki, deməli əziyyətinizin deməli bəhrəsini də uğurla görəsiniz. Özünüzə yaxşı baxın, uğurlar, sağ olun.